Hər kəs salam uşaqlar. Sınaq qruplarında ən çox qarşılaşdığınız problemlərdən biri də past simple, past perfect and past perfect continuous. Yəni daha doğrusu zamanlar da ancaq bu üç zamanı daha çox qarşılaşdırdığınızı görürəm. Ona görə də bunları bir gün müqayisəli şəkildə izah edəcəyik. Deməli, past simple keçmişdə baş verən bir hadisəni bildirir. Mən bunların qısaca necə düzəldiyini və hansı zamanda işlədiyini deyəcəm. İlk öncə sizdə bir fikir formalaşsın. Sonra isə bu aşağıdakı mətn üzərində çox aydın şəkildə, dəqiq şəkildə izah edəcəm və artıq sizdə heç bir sual qalmayacaq. Sualınız olsa yenə soruşarsınız. Deməli, past simple keçmişdə baş verən bir hadisəni bildirir və düzəlməsi də subject üstəgəlsin feilin ikinci forması, yəni nəyi nəzərdə tuturuq? Qaydalı feillər sonu idi, qaydası isə kökdən dəyişir. Past perfect isə keçmişdə başqa bir hadisədən əvvəl bitmiş, artıq bitib. Perfect adına məlum olduğu kimi və düzəlməsi subject üstəgəlsin had, üstəgəlsin feilin, deməli üçüncü forması participle. Past perfect continuous isə keçmişdə başqa bir hadisədən əvvəl müəyyən müddət davam edən bir hərəkəti bildirir. Yəni davam etmək continuous adına məlumdur hər biri. Bu da subject üstəgəlsin had beyin, üstəgəlsin verb ing ilə düzəlir. Deməli, gəlin baxaq mətnə. Yesterday I was tired. Dünən mən yorğun idim. Burada dünən past simple zaman zərfidir zaten. Ancaq əgər olmasa da mən yorğun idim. Bunu demək üçün biz zaten past simple-dan istifadə edəcəyik. Çünki bizə burada nə qədər müddət yorğun olduğu haqqında məlumat verməyib. Nə vaxt yorğunluğunun bitdiyini demir. Ona görə də sadəcə past simple. Because I had been studying English for 3 hours before my friend called me. Mən dostum zəng etməmişdən əvvəl 3 saat idi ki, ingilis dili oxuyurdum. Burada yenə deməli ingilis dili oxuyurdum 3 saat idi ki, mənə ingilis dilini oxuduğunu, nə qədər müddət davam etdiyi haqqında məlumat verir. Ona görə də burada continuousdan istifadə edirik. Mən əgər dünən ingilis dili oxudum desəydim, past simple verərdik. Və yaxud o zəng eləyəndə mən ingilis dilini bitirmişdim desəydi, burada bitmiş zaman verərdik. Ancaq deyir ki, o zəng eləməmişdən əvvəl mən 3 saat idi ki, yəni hərəkətin nə qədər müddət davam elədiyi haqqında mənə məlumat verdiyi üçün mən past perfect continuousdan istifadə edirəm. Sonra when he arrived, I had already finished my homework. Burada da deyir ki, mən artıq o çatanda mən artıq dərslərimi bitirmişdim. Tapşırıqlarımı bitirmişdim. Burada nə zaman past simple olardı? O çatanda mən dərslərimi bitirdim desəydi, yəni hərəkətlər eyni anda baş versəydi, onun çatmağı ilə mənim dərslərimi bitirməyim eyni anda olsaydı, okey, past simple verərdim. Və yaxud da o çatanda mən dərs oxuyurdum, artıq nə bilim 2 saat idi ki, 1 saat idi ki, bunu versəydi, mən past perfect continuous verərdim. Ancaq artıq o çatanda mən dərslərimi bitirib qurtarmışam. Bəlkə də başqa bir işlə məşğulam. Kitab dəftərimi sumkama yığıb qoymuşam qırağa. Yəni belə başa salım. Ona görə də biz burada veririk past perfect-i. Sonra then we went to the park and played football. Sonra biz parka getdik və futbol oynadıq. Burada da sadəcə hərəkətlərin keçmişdə baş verməsi haqqında məlumat verir. Nə qədər müddət davam etdi keçmişdə nə zaman bitdi demir. Prosta ki, deyir ki, getdik futbol oynadıq. Futbol oynadıq sözünü gəlin 3 zamanda necə işlədə bilərik? Deməli, biz futbol oynadıq dünən. We played football yesterday. Okay, bu keçmiş past simple-dır. Prosta dünən futbol oynamışıq. Biz dünən 3 saat idi ki, futbol oynayırdıq. Bax, belə sual belədirsə, biz verəcəyik past perfect continuous. Çünki bizə keçmişdə hərəkətin nə qədər müddət davam elədiyi haqqında məlumat vermək istəyirlər. Əgər desəydik ki, o çatanda biz artıq futbol oynamışdıq, belə deyim. Deməli, o çatanda artıq biz futbol oynayıb qurtarmışıq. Oturmuşuq, başqa istirahət eləyirik, tutaq ki. Bu zaman biz verəcəyik past perfect. Çünki artıq bitib hərəkət. Deməli, artıq da mən sizə suallarını vermişəm, bax sualları yazıb, bundan sonra daha aydın olacaq. Deməli, past simple, keçmişdə nə baş verdi? Sualını verirəmsə də sənə. Mənə cavabım past simple olacaq. Mən sənə desəm ki, keçmişdə bunu nə qədər müddət davam elədin? Bu sualı verirəmsə də, okey, sənin mənə cavabın past perfect continuous olacaq. Mən sənə desəm ki, keçmişdə bunu nə zaman bitirmişdin? Bu hadisə nə zaman bitmişdi? Nə zaman oxuyub qurtarmışdın desəm, sənin mənə cavabın olacaq past perfect-lə. Məncə bu müqayisədə